Birinizin sabahınız xeyirli olsun. Sizlərə möhtəşəm, tam təmirli, hazır əşyalı, köç yaşa bir vəziyyətdə 1.7 sot ya da 1.8 sotda kupçalı, qoşadaşla tikilmiş, mətbəx mebeli, aksesuarları, yataq dəsti, hər şey içində olan əlim yandı təcil olaraq satılan bir ev tapmışam ki, evin həyətini göstərək. Evimiz Xırdalan şəhərində yerləşir. 119 nömrəli avtobusun yoluna yaxın Gülnar Şadlıq Sarayının yanında. Evin belə bir qəşəng səliqəli həyəti var. İkinci mərtəbəndə gördüyünüz kimi hazır vəziyyətdədir. 2 mərtəbədən ibarətdir. 4 otaqlıdır. Tam təmirli, köç yaşa bir vəziyyətdə. Evin ən əsas sevdiyim yeri budur ki, dəhliz hissəsi bax belə bir qəşəng genişdir. Kondisioner də yuxarıda quraşdırılıb. Burada yerləşir evin qonaq otağı. Bax belə bir qəşəng səliqəli, tam təmirli və əşyalı qonaq otağı var. Pəncərələrin hər birinin qarşısı açıqdır. Sənəti də kupçadır. Evin və torpağın hər ikisinin kupçası əldədir. Burada kladovkası da artıq əşyaları yığmaq üçün. Burada yerləşir evin hamam ayağı yolsu. 2 dənə nəzərinizə çatdırım ki, hamam sanuzeli yuxarı və aşağı mərtəbədədir. Burada yerləşir evin mətbəxi. Mətbəx mebeli, qazı, aspiratoru, moykası, hər şeyi quraşdırılıb. Evdən ola bilsin ki, dəqiq deyil, 1-2 əşya götürə bilər. Yalancı çıxmayaq. Dəhlizin bir daha göstər, əsas girişdəsin. Qalxırıq 2-ci mərtəbəyə. Burada evin 2-ci mərtəbəsinin pilləkənlarıdır. Burada 3 dənə gördüyünüz qapı və bu qapı. Bura hamam sanuzelin yerləşdiyi yerdə 2-ci mərtəbə. 2 ailə rahat yaşaya bilər bu evdə. 2 dənə hamam sanuzel zadı, hər şey rahat vəziyyətdədir. Burada yerləşir evin deməli, yataq otaqlarından biri və birincisi. Göstər, qarşısı açıqdır. Heç bir maneə kəsmir qarşısını. Həyətini göstər oradan. Geniş də bir həyəti var. Rahat 2 maşın həyətinizdə saxlaya bilərsiniz. Burada yerləşir